Salam dostlar, necəsiniz? Sizə məntiqdən hesab əməllərinə aid bir misal izahını verməyə çalışacağım. Bu misal çox gözəl misaldır. Hətta o qədər gözəldir ki, mən bu izahı belə şəkildə yazmaq üçün çox əziyyət çəkdim. Amma məncə pəs etmək olmazdı, dəyərdir. Düzdür, bu videonu bəlkə 4-cü səfər çəkirəm. Əvvəl Paint'də çəkmişdim. Sadəcə gah səs düz gəlmədi videoyla, gah da videoda problem oldu. Ona görə də axırda həmin şəkildə Word-ə yığdım və Word-də izah eləməyə çalışacağım. Sual özü çox gözəl sualdır. Ümumiyyətlə deyim ki, sualı hardan əldə etmişəm? Sualı Magistrlar Az kursunun kursa müəllim qəbul imtahanı var idi. Şənbə günü idi, 1 iyul. Mən də iştirak etdim, çünki həmin günü bir işim yox idi. Məntiq imtahanı var idi. Mənim üçün maraqlı oldu, çünki məntiqi sevirəm. Riyaziyyatla bağlı olduğuna görə çox maraqlıdır. Həm də ümumiyyətlə belə fikir zədində məntiqə yönümlüyəm. Yəni həmin misallar həll etmək insana zövq verir, mənə zövq verir. Yəni ki, bəzi insanlar olduğu kimi. Və ona görə dedim ki, gedim vaxtımı mənim üçün dəyərli keçirdim. Çünki məntiq işləmək mənim üçün dəyərlidir. 40 dənə sual var idi. 1 saat vaxt vermişlər. Düzü həm də ona görə iştirak edim ki, nə imtahan var idi, nə də ki, dərslər var idi. Amma imtahanlara hazırlaşanda biraz bəlkə də yaxşı idim, amma getdim orada gördüm ki, o qədər də vəziyyət yaxşı deyil. Biraz demək ki, unutmuşam. Əslində unutmuşam yoxdur. Sadəcə bildiklərim yadımdadır. Sadəcə biraz çevikliyim azalıb. Ona görə də hardasa 5 dənə suala vaxt çatdırmadım eləməyə. Ümumiyyətlə baxmağa. Sadəcə sualın özünə baxdım. O suallardan biri bu sual idi. İndi izah edəcəm bu sualı sizə. Çox maraqlı sual idi. Yəni ki, gəldim evə gələndən sonra elə axşamüstü idi. Dedim, gəlməsəm ki, hansı suallar var idi orada, onları eləyə bilmədim də. Bir də bu sual idi. Bu sualın şərti asan idi, yəni görünüş sana görə yada salmaq daha yaxşı idi digərlərinə baxanda, dəməklərinə. Və sonra müəyyən qədər həlli barədə fikirlərimdə gördüm ki, çox belə maraqlı və geniş idi. Ona ki, bu sualı həlli, saatı özü həlli, adi qələm musiqa ilə bəlkə də 10 dəqiqə vaxt apara bilərdi. Belə kompüterdə isə ola bilsin ki, sizinlə bəlkə də 20 dəqiqə vaxtınızı alacaq. Çünki bayaqdan Paint'də o həll eləyəndə 20 dəqiqə vaxtım getmişdi, yəni çəkilişlə bərabər. İndi bəlkə Word-də biraz daha az vaxt eləyə bildim. Amma sualı hazırlayanların əlləri var olsun deyim, çünki yaxşı sualdır, baxındırmaq üçün. Çox maraqlı sualdır. İzahını vermək mənim üçün zövqdür. Ona görə istəyirəm ki, izahını verim. İzahını axırı ki, almışam nəticə. Amma Paint hazırlayanda hələ bilmirəm ki, nəticəni alacam, almayacam. Sadəcə onda canlı yayım kimi eləmək istəyirəm. Amma daha məcbur oldum bu cür çəkəm. Başlayaq suala, çox da yubatmayayım. Bu hesab əməllərinə aid olan bir sualdır. Bax, sual şəkil vermişəm. Birinci şəkil bu şəkil ibarətdir. Burada da görünür ki, indi bilməm nə qədər yaxşı görünəcək ya yox ekranda. Burada emin sözü, emin sözündən vurulub. Buradakı ulduz vurmadır iki emin sözünün arasında. Bu emin əslində o deməkdir ki, burada 4 rəqəmli ədəddir. Y, M, I, N hər biri həmin 4 rəqəmli ədədin bir rəqəmini. Tutaq ki, Y minliyi, M yüzlüyü, I onluğu, N isə təkliyi işarələyib və həmin ədədi öz-özünə vurublar. Və aşağıda da burada vurmanın əməliyyatlarını icra eləyiblər və toplama ilə toplayırlar. Nəticədə 8 rəqəmli bir ədəd alınıb. Onun ilk 4 rəqəmdə yəni ulduzla verilib. Ulduza yəni məhsullar bizə heç bir məlumat vermir, bilmirik bunları. Amma emin demək ki, sözü axırda son 4 rəqəmdə təkrarlanır. Bu özü də məhsulluqdur, amma müəyyən bir ipucu var ki, buradakı yuxarıdakı rəqəmlərlə bu rəqəmlər eynidir. Yəni burada olan hər bir M hərfi eyni rəqəmdir, M hərfi eynidir, Y hərfi eynidir, I hərfi eynidir. N hərfinin hər biri tutduğu mövqedə rəqəmlər eyni rəqəmlərdir. Və bu rəqəmlər hər biri bir-birindən fərqlidir və 0-dan 9-a kimi qiymət ala bilərlər. Amma bir şeydə nəzərdə çatdırım ki, elə sadə olaraq buradan konkret ola bilmək olar ki, bu 4 ədədin heç biri, hərfin heç biri 0 və 1 qiyməti almayacaqlar. Çünki nəyə görə? Əgər 0 qiyməti olsaydı burada 0 yazılardı və yaxud da bir dənə ulduz qoyulardı. Amma burada 5 dənə ulduz qoyulub. Demək ki, bunlar 0 deyil və 1 deyil. Çünki 1 olsaydı M-ni toxumasının N1 olsaydı, 1'ə vursaydı 4 rəqəmli ədəd alınardı. Amma burada 5 rəqəmlidir. Demək ki, burada bizim üçün M və bu M-in sözündəki heç bir hərf 0 və 1 deyil.
Amma ümumiyyətlə sual bizə verilmə şəkli bax bu şəkildə idi. Biri bu tərəf var idi. Yəni belə bir məhsulluq verilmişdi. Hesablama görünüşü. Bir də bu hissə soruşmuşdu, sual işarəsi. Yəni ki, bunların cəmini soruşurdu bizə sualda. Açıq sual idi o sizə. Amma məsələn bunu hissə var, bax bu xəttlər. Bunu özüm yazmışam ki, növbəti səhifələri hesablamalarda daha rahat olsun. İndi onu özünüz görəcəksiniz. Və üzərində icra eləməyiniz üçün bu hissə qalsın, həmişə görək. Bu aşağıdakı qeydi özüm yazmışam. Nə üçün yazdığımı qeyd edəcəm. İndi keçək misalın həllindən növbəti səhifələrə. Burada 4 dənə səhifə yerləşdirib bir-bir izah edəcəm. Ümumiyyətlə misalın həlli bundan ibarətdir ki, birinci nədən başlamalıyıq? Ümumiyyətlə hesab əməllərini yaxşı həll eləmək üçün vurmanı bilmək zəruridir. Vurma cədvəlini ümumiyyətlə, çünki bunu çox kömək olur. Baxın, vurma prinsipində belə bir şey var ki, tutaq ki, m-ni n-ə vurub, belə bir 5 dənə ulduz alınıb, yəni məhsul bilinmir. Burada axırıncı bir dənə ulduz aşağı n kimi düşüb. Yəni belə bir prinsip var. Yəni tək toplanan budur, düşüb. Demək, onda bu ulduzun yerinə biz n yaza bilərik. N yazanda görünür nə olacaq? Burada da n-dir, burada da n-dir gördüyümüz kimi. İndi onları buraya yazmamışam, amma bu demək ki, n-ə vuranda sonu n alınır. Yəni ki, elə bir rəqəmdir ki, onu öz-özünə vuranda sonunu özü eləyir. Bu 3 dənə hal var. Burada göstərildiyi kimi 1-dir, üstünə xətt çəkilib, 5-dir, bir də 6-dır. Yəni ki, vurma cədvəlinə baxsaq 1, 5-dən və 6-dan başqa heç bir rəqəmi öz-özünə vuranda sonu özü eləyir. Məsələn, 1-i 1-ə vuranda 1 eləyir, 5-i 5-ə vuranda 25 eləyir, sonu 5-dir, 6-nı 6-ya vuranda sonu 36 eləyir, sonu 6-dır. Amma 7-ni 7-yə vuranda 49 eləyir, sonu 9-dur, ödəmir. Birin üstündən burada olan görə xətt çəkilib ki, bayaq demişdik axı, bu 4 hərfdən heç biri 1 ola bilməz, ya da 0 ola bilməz. Bu məlum məsələ. Ona görə birin üzərinə xətt çəkdik, qaldıq 2 variantı. İndi bu 2 variantı bir-bir sıra yoxlamadan keçirməliyik ki, görək hansında nə cür nəticə alırıq və hansı doğrudur. Əvvəl 5-dən başlayaq. 5-dən başlamaq üçün, məsələn, n-ə 5 qiymət versə, yuxarıda gördüyünüz kimi və 5-ə 5 vuranda, verəndə bir n-ə vururuq bir-birinə, eləyir 25. 5 yazırıq, 2-ni burada yuxarıda yazmışam. Bu yadda qalmaq ifadəsi kimidir. Yəni, tam hələ obrislər də var da vurmurlar. Ona görə 2-ni yuxarı yazmışam. Bu yadda qalıb 2. Yəni, yuxarı tam oturmuyor yerinə. Və nəticə olaraq bu 5 aşağı düşür. N tapılır ki, 5-dir. N-də tutaq ki, bu mərhələdə bir problem yoxdur. N-imiz 5-dir. Amma indi ardını necə tapacağıq? Burada i var. Bu i ilə 5-in bir-birinə vurulma prinsipinə baxacaq, yəni münasibətinə. Burada bir halı nəzərə keçirmək lazımdır ki, bu aşağıda yazmışam. 5 vur ulduz vurmaqdır. Bu da n. Bu n aidiyyəti yoxdur. Bu n-i yazmışam ki, bu n qədər ifadəsini bildirir. Yəni ki, 5-i istənilən bir rəqəmə vurduqda sonu ya 0 olur, ya da 5 olacaq. Bu o haldadır ki, cüt olsa həmin rəqəm 5-ə vurulan sonu 0-dır. Əgər sonu tək rəqəm olsa sonu 5 alınacaq. Demək ki, biz burada məsələn tək rəqəmə vursaq, sonu olacaq bizdə 5, cüt rəqəm olsa sonu 0 olacaq. Məsələn, biz təki yoxlasaydıq, burada səhvimizə düşməyib bu hissə, amma mən burada təki də yoxlamışdım. Məsələn, təki yoxlasaydıq, məsələn, desəydik i təkdir, burada 5 qoysaydıq, burada 5 qoysaydıq, onda cəmi 12 olacaqdı. Burada 2 düşəcəkdi, onda i'miz 2 olacaqdı. Amma biz demişdik ki, onda i gərək tək olsun. 2 də tək olmadığına görə bu i üçün ödəmir. I üçün ödəyəcək cüt variantı. Burada çünki cüt variantı üzrə yoxlayacaq. Cüt variantı üzrə yoxlayanda da onda 0 qiyməti verəcək. 0 qiyməti verəndə cavab burada i üçün 2 alınacaq. Və i üçün 2 alınanda ödəyir. Çünki 2 özü cüt rəqəmdir. Və həmin 2-ni də yuxarıda burada göstərilmiş kimi yerinə qoysaq, bəzi hesablamaları artıq almış oluruq. Məsələn, 25-i 5-ə vuranda 125-dir. Biri yazırıq yadda, çünki dəqiq bilmirik. 25 amma daha artıq dəqiqdir. Bir də 25-i 2-yə vuranda 50 eləyir. Və aşağıda da ki 5, 2 qaldı bu tərəfdə. İndi i-ni də tapmışıq 2, n-i tapmışıq 5. Keçirik m-i tapmağa. M-i tapmaq üçün indi isə m-i tapmağa çalışacaq. Növbəti səhifədəyik. Növbəti səhifədə yenə də m-i tapmaq üçün n prinsipi 5 ilə münasibətdir. Tutaq ki, burada m-dirsə, bunu 5-ə vurmaq lazımdır. 5-ə vuranda sonra da 5-i də buradakı m-ə vurmaq lazımdır. Ona görə burada əgər tək götürsək biz, 5 ilə, onda burada yadda 1-dir, burada da 5 yazmışıq.
Bura 5, bura 5 dedikdə cəmi 16 eləyəcək. Bura 6 düşəcəkdi. Amma təklə götürdüyümüzə görə bu mümkün olmur. Çünki 6 özü tək deyil. Ona görə cütlə götürəndə, nəzəriyyəsilə götürəndə. Bura 0, 0 yazacaq. 0, bura 0, bura yazanda, burada da 1 var idi, burada da 5 idi. Cəmi eləyir 6. 6 cüt ədədi olduğuna görə bu ödəyir. Demək, M-i də tapdıq ki, M 6-dır. Və nəticədə 625 hissəsini tapa bildik. 625 hissəsini. 625-i yuxarıda qoysaq, vurma əməliyyatlarını yenidən yerinə yetirsək, taparıq ki, 625-i 5-ə vuranda 3125 3 yadda qalır. 625-i 2-ə vuranda olur 1250 1 yadda qalır. Sonra 6225-i 6-ya vuranda 3750 3-ü burada yadda saxlayırıq. Sonra hesablamalarla yenə cəmləyəndə 625 burada aşağıda alınır. Və burada gördüyünüz ki, burada 3 yadda qalır. Burada 2 ilə 5 sabitdir. Yenə burada hər dəfə olduğu kimi 2 dənə boş xanamız qalır ki, boş xanaya ya 0 yazacaq, ya da 5 yazacaq. İndi görək nə baş verir. O hissə yenə burada düşməyib, amma bunun üzərində izah edəcəm. Nə baş verəcək burada? Demək ki, burada biz məsələn götürək nəyi? Burada deyək ki, biz 5 qoysaq nə baş verəcək? Yəni tək variantına. Bir dənə fikir verin. 3-dür, üstə gəl 2-dir, üstə gəl 5-dir. Cəmi 10 eləyir. 10 eləyəndə 0 eləyir. Yəni biz 10 eləyir. Burada 5 qoysaq hər ikisinə cəmi 20 eləyəcək, sonra 0 olacaq. Onda Y 0 olur. Bu ödəmir tək variantına. Çünki demişlər ki, 0 ola bilməz. Cütü də qoyanda yenə ödəməyəcək. Niyə görə? Çünki bu cəmi 3 üstə gəl 2 üstə gəl 5 10-dur. 2 ilə də 0 gəlsə yenə 10 eləyəcək. Yenə sonra 0 eləyəcək. Demək ki, bu halda 625-ə qədər ödəsə də Y variantı üçün burada bir nəticə alınmır. Demək, bizdə 5 variantı özdə, yəni ki, N-in 5 olması burada artıq ödəmədi, səhv oldu. Ona görə 5-in üzərinə xətt çəkirik, keçirik 6 üzərində hesablamanı icra eləməyə ki, görək nəticə alınacaq, alınmayacaq. Demək ki, biz 1 ilə 5-i səhv çıxarda bildik. Belə doğru edilirsə, səhv çıxartdıq yəni. Gəlir indi 6-nı yoxlamağa. 6-nı necə yoxlayacaq? 6-nı bu halda yoxlayacaq ki, 6 yazsaq N yerinə, 6 vur 6, 36, 3 yadda qalır, 6-nı buraya yazılır, 6 yenə N-in yerinə gəlir. Sonra isə digərlərini necə tapacaq? Digərlərini tapmaq üçün onun 6 ilə münasibətlərini, digər rəqəmin 6-ya vurularkən münasibətin necə olur, onu bilməliyik. 6-nı istənilən bir N, yəni ki, rəqəminə vursaq, istənilən bir rəqəmə vursaq, sonra cüt rəqəm eləyəcək. Çünki 6-nın özü də cüt rəqəmdir, cüt rəqəm də eləyəcək. Məsələn, 5-ə vuranda 0 eləyir, 2-yə və 7-yə vuranda son 2 eləyir, 4-ə vuranda bir də ki, münasibətinə baxırıq ki, cüt rəqəmdir demək ki, və məsələn, tutaq ki, 8-ə vuranda son 8 eləyir bu şəkildə, 6-ya vuranda son 6 eləyir. Burada münasibətləri bildik. İndi necə həll eləmək lazımdır? Yəni, bunları məcbur bir-bir yerinə qoyaq, baxaq. Məsələn, necə yerinə qoyacaq? Məsələn, görək, burada yadda 3 var, düzdür. Burada 2 dənə məsələn, boş xana var da. Bu onsuz da tutaq ki, i-nin 6-ya vurulmasından alınan nəticələr buraya yazılacaq. Məsələn, burada i-ni 6-ya vuracaq, burada isə 6-nı i-yə vuracaq. Bu iki xanaya eyni nəticə yazacaq. Bunu düzsü kimi yazsaq, 3 üstə gəl 2 vur x-dir. Yəni x-dəki belki bu sonluqlardan birini götürüləcək. Tutaq ki, ya 0, ya 2, ya 4. Çünki bunlar eyni rəqəm, yəni ki, eyni dəfə üstə gələcək. Ya 3 üstə gəl 0, üstə gəl 0 deyəcək 3. Məsələn, 0 qoysaq, nəticə 3 olacaq. Bu ödəmir. Nəyə görə? Çünki i 3 olanda 3-ü 6-ya vuranda 18 edir. Sonra 0 eləmir. Demək 0 ödəmədi. Məsələn, 4 qoysaq, 4. 3 üstə gəl 2 vur 4, 8. 3 üstə gəl 8, 11 eləyir. 11 eləyəndə sonra bura 1 düşür. i 1 olur, o da ödəmir. Çünki 1-i 6-ya vuranda 6-ya yer. Yəni ki, 4 eləmir. Ona görə 4 ödəmədi. Və məsələn 6 onsuz da ödəməyəcək. Çünki 6 üzrə birbaşa xətt çəkmişik. Nəyə görə xətt çəkmişik? Çünki 6 onda olsaydı 6 olması üçün ancaq 6-nı 6-ya vurmaq lazımdır. Artıq biz n-ə 6 vermişik deyə vermirik. Və 8. Tutaq ki, demək i ilə n-in hasili 6-nın hasili 8 olsaydı. Məsələn, bura 8 verdim, bura 8 verərdim. Yəni 2 dəfə 8-im 16, bu da 3 olacaqdı 19. Yəni son 9 eləyəcəkdi. i gəlib 9-a düşəcəkdi. i 9 olsaydı 9-u qayıtıb yuxarıda 6-ya vursaydı sonra 4 eləyər. Yəni 8 eləməzdi. Demək bu da ödəmir. Ödəyən yalnız bir variant var. O da 2-dir. Çünki bura 2 versəm, burada 2 versəm, cəmi 7 eləyəcək. 7 də ödür. Çünki nəyə görə? 7-ni 6-ya vuranda sonra 2 eləyir. Demək düzgündür. Və i-ni tapırıq ki, burada 7 eləyir.
Baxın, burada yoxlayaq. 76 76 olsa, 76-nın 6-ya vuranda 456, 76-nın 7-yə vuranda 532. Bu 4 ilə 5 yadda qalır. Gördüyünüz kimi buradadır ki, 5 ilə 2-ni toplayanda 7 eləyir, bu ödəyir. Yəni dediyim 2 bax, həmin bu 2-dir ki, ödəyir. Buradakı 2-də ki, bayaq demişdik, 3 yaddadır, burada da 2 qalır. Həmin o 2-dir ki, burada da var. Demək, 7-ni də tapdıq ki, i7-dir. İndi növbətini tapmalıyıq. Növbətini necə tapacaq? Bax, bu üstünə baxırıq. 4-nə, bax, burada 4 yadda var, bir də 3 var. 2 dənə xana boş qalıb. Görürsünüz? M-i tapmaq üçündür bu. M-i tapanda, demək, 4 üstə gəl 3 7 edir. Harcada burada 7 var. 2 dənə xanamız olduğu kimi həmişə var. 2 vur x-dir. Bu necə olacaq? Məsələn, 0 qoysaq ödəməyəcək. Çünki 7 üstə gəl 0, 7 eləyəcək. Burada bir dənə 7 var deyən, ikinci 7-yə ehtiyac yoxdur. 2 qoysaq o da ödəmir. Çünki 7 üstə gəl 4, 11 eləyir. 1 olduğuna 1 bizə dedik ödəmir. 4 qoysaq 4 ödəməyəcək. Çünki 7 üstə gəl 2 vur 4, 15 eləyir. Burada 5 olanda 5-i də 6-ya vuranda sonra 0 eləyir. Sonra 4 eləmir ki, 6 onsuz olmur. Burada 8 ola bilər. Yəni burada 8 qoyanda 16, cəmi 23 eləyəcək. Bura gəlib 3 düşəcək. Bax, bura 3 düşəcək. M-imiz 3 qiyməti alacaq. M-imiz 3 qiyməti alanda da burada yerinə qoysaq, görək ki, həqiqətən ödəyir. Yəni ki, 376-nın 6-ya vuranda 2256, 376-nın 7-yə vuranda 2632, 376-nın 3-ə vuranda 1128 alınır. Cəmliyində də həqiqətən də burada 3 aldığın gördük ki, 3 alır və ödəyir ödəməyinə. Və burada da bir dənə yadda qalır, çünki bu 13 eləyir, 13 eləyəndə 1 burada yadda qalır. Və növbəti deyəm qalır bizə yeni tapmaq. Yeni necə tapacağıq? O cür tapacağıq ki, burada biz görmüşük ki, məsələn, burada 2 yadda qalıb. Yeninin 4-cü üstündə 2 yadda qalıb, 6 tapmışıq, 2-ni tapmışıq. Burada 1 yadda qalıb. 1 yadda qalanda onda bunların hamısını cəmləyəndə 1, üstə gələk 2, üstə gələk 6, üstə gələk 2, burada biraz balaca yazılıb. Və 2 dənə də boş xanamız var. Həmin boş xanaya yenə dediyimiz kimi bu rəqəmlərdən birini qoyacaq. Bu da hansı halda ödəyəcək? Cəmi 11 üstə gələk 2x eləyəcək. Bu da 4 olan halda ödəyəcək. Cəmi 19. Çünki 4 niyə görə ödəyir? 4 qoyanda cəmi 19 eləyəcək. 9 yazılacaq. 9 yazılacaq bura yeni qiymətinə. 9 olanda 6-ya vuranda sonra 4 edir. Ona görə ödəyir. Yəni sonu alınan sonda cəmdəki sonuncu rəqəm elə bir rəqəm olmalıdır ki, onu 6-ya vuranda burada qoyduğumuz həmin o rəqəmi versin. O da 4 olsun. Burada da göründüyü kimi bu ödədi. Demək ki, y-miz də 9 imiş. Və beləncə biz hamısını tapa bildik ki, bəs 6 n-ə 6 verməklə i-ni, m-i və y-ni tapmış olduq. Və sonuncuya baxanda demək ki, bu 9 imiş və bu 9-un da hər 9, 3, 7, 6 hamısı yerinə qoyub hesablama aparsaq, buradan nəticəni rahat görmək olar ki, burada 87 milyon 909 min 376 ədəd alınıb və gör ki, burada 9376 da burada 9376 olduğu kimi qalıb. Və burada da biz tapdıq ki, Y9-dur, M3-dür, I7-dir, N-dəki 6-dır. Cəmi isə 25-dir və burada da misalımızı həll elədik. Misalımız həqiqətən də çox belə çətin misaldır. Çünki çox vaxt aparanda. Mən indi heç bunu bəlkə həll eləmədim. Birbaşa Paint-də həll eləmişdim videonu çəkəcək. Onda videom mənim uzun olmuşdu. 25 dəqiqəni keçmişdi. Ona görə videoda problem yaranmışdı. Onu getdim bir Paint-də kəsib Word-ə yerləşdirdim və belə bir izah verdim. Bu izahla da 19 dəqiqə gəldi çıxdı. Bəlkə də kağızda əldən yazsaydıq rahat şəkildə 10 dəqiqə bu misal bizim vaxtımıza alardı. Halbuki bunu imtihana saymışdılar. Yəni ki, kimsə indi öz açıq sual idi. Yəni bəxtəbəxtə variant da atmaq olmurdu. Mən 20 yazmışdım, amma cavab 25 idi. Heç nə daha 1 bal gedib. Amma maraqlı sual idi. Hazırlayanlardan sağ olsunlar. Mən də izah verməyə çalışdım. Sizə də uğurlar arzu edirəm hər birinizə. Çox sağ olun.